İmtəz, qalləl ihsəs. Ki, əgər toxunma çoxalarsa, hissiyat azalar. Əgər toxunma çoxalarsa, hissiyat azalar. Yəni, bir adam sənə birinci dəfə deyəndə sənə reaksiyan güclü olur. Sonra ikinci dəfə, üçüncü dəfə, dördüncü dəfə və çoxalanda artıq hissiyat itir. Adi olur sənin üçün. Əvvəl bir münkər görsən, deyərdin, Subhanallah, bu nədir? Misal üçün, münkər bəzi giyimlər var. Əvvəl görsəydik, deyərdik, Subhanallah, bu nədir? Bu nə biabırçılıqdır? Amma indi o qədər çoxalıb ki, izə kəsural imsəs, qalləl ihsəs, hissiyyat etmir, hiss etmirik. Hiss etmirik ki, bu münkərdir. Amma halbuki onu əvvəl görsəydilər, deyərlər, bu kimdir? Subhanallah, belə giyinib. Və həmçinin başqa-başqa şeylər, bütün münkərlər. Və nəinki, hətta, bəli, yəni, telefonda olan musiqi. Və bəzən görsən, qardaşların telefonuna zəng gəlir, musiqi oxunur, subhanallah. Bu da nədir? Münkərdir. Yəni, Allahdan qorxsun o qardaş cavab verəcək Allaha. Ki, musiqi oxudur telefonunda. Və bəziləri bildirmək ki, məndə iPhone-dur, iPhone-un musiqisini qoyur telefona. İstəyir iPhone olsun, istəyir iPhone olsun, fərqi yox. Yəni, o musiqidir.